Salam əziz şagirdlər. Mövzumuz ədad. Köməkçi nitq hissələrindən olan ədaddır. Ədad deməli 7 məna növü ilə cümlədə nəyə xidmət eləyir? Cümlədə qüvvətləndirici rolunu daşıyır. Cümlədə hər hansısa bir ifadənin sadəcə təsir gücünü artırır və ədatı cümlədən çıxardarıqsa, cümlədə heç bir məna dəyişikliyi baş vermir, sadəcə cümlənin təsir gücü azalır. Belə, deməli, mütləq şəkildə buraxılış imtahanlarına həm 9, həm 11-ə, həm də blok imtahanı, 3-cü qrupların blok imtahanına mütləq şəkildə düşür. Yəni, hər il ədatdan, ümumiyyətlə köməkçi nitq hissələrindən düşür. Onların içərisində xüsusilə ədatdan bir dənəsini salırlar. Çünki ən çox çaşdırıcılıq ədatın içərisində olur. Ədatın 7 dənə məna növü var uşaqlar. Bəli, buradan göründüyü kimi birinci qüvvətləndirici ədatlar var. Qüvvətləndirici ədatlar cümlədəki ifadənin sadəcə təsir gücünü artırır, qüvvətləndirir. Və biz burada ən, lap, çox, daha, olduqca bu ifadələrə harda rast gəlmişik? Sifətin çoxaltma dərəcəsinin sintaktik yolla yaranmasında. Orada da gördüyümüz kimi nə edirdi? Qüvvətləndirib və məsəl üçün biri var yaşıl, biri var lap yaşıl. Biri var gözəl, biri var ən gözəl, çox gözəl. Burada artıq daha fərqli bir ifadə meydana çıxır. Yəni qüvvətlənmiş bir ifadə meydana çıxır. Bunlar bizə tanışdır sifətin çoxaltma dərəcəsində. Artıq sözü yerinə görə sifət, yerinə görə zərf, yerinə görə ədat ola bilir. Yəni ümumiyyətlə bunların hamısında diqqətli olmaq lazımdır. Cümlədə cümlə üzvü olursa, suala cavab verirsə, başqa əsas nitq hissəsidir. Məsəl üçün, artıq tamah baş yarar. Artıq tamah baş yararda necə tamah? Artıq tamah. Bax, burada bir suala cavab vermiş olur. Burada olacaq sifət. Və yaxud da deyirəm ki, bəsdir, artıq danışma. Yəni, çox danışma. Nədir burada? Zərfdir, artıq danışma. Bir də deyirəm ki, artıq dərs başladı. Artıq dərs deyə ümumiyyətlə bir məna çıxmır. Artıq dərs başladı. Uşaqlar, girin sinifə, artıq dərsin vaxtıdır. Artıq müəllim çatdı. Bax, bu kimi ifadələrdə artıq qüvvətləndirici ədat olmuş olacaq. Sonra nə var? Hətta var. Hətta daha çox bağlayıcı kimi işlənə bilir. Amma bəzən cümlələrdə ola bilir ki, hətta uşaq vaxtı məni anam bu məsələyə görə döymüşdü. Deyək ki, belə bir formada ədat olmuş olur. Olduqca da yenə bunlarla bərabər işlənir sifətin çoxaltma dərəcəsində. Ca bizə maraqlıdır. Ca harda maraqlıdır? Çünki ca həm qoşma kimi istifadə olunur, həm zərf düzəldən leksik şəkilçi kimi, həm də ki, ədat kimi. Caya baxacağıq ki, ca bəzən, məsəl üçün, çoxluca dərs oxudu. Biri var çoxlu dərs oxudu, biri var çoxluca. Burada qüvvətləndirici ədat kimi meydana çıxmış olacaq. Canı onsuz da biz bilirik də, zərf düzəldəndə nə olur? Daha çox bu cür ifadələr yaranır. Rusca, türkcə kimi ifadələr. Ca qoşma kimi işlənəndə əsasən ilənin, qədərin və yaxud da görənin sinonimi kimi çıxış eləmiş olur. Məsəl üçün, dəryaca ağlın olsun, yoxsul olsan gülərlər, yəni dərya qədər. Yol boyunca qaçırdım, yol boyu ilə qaçırdım və yaxud da mənaca, mənasına görə. Bu formada qoşma olmuş olacaq. Ədat olmuş olanda isə dediyimiz kimi, məsəl üçün, iricə, xırdaca, zorbaca, yerinə görə, məsəl üçün, bircədə bəzi hallarda ədat, tək ədat olmuş olur. Təkcə də, bunu indi izah edəcəm o birisi məna növündə, təkcə qüvvətləndirici ədat olmuş olur. Bura diqqətli fikir vermək lazımdır ki, yəni sonra problem olmasın, cümlələrdə qarışdırmayın. Sonra da var. Da da bəllidir, həm bağlayıcı kimi istifadə olunur, həm də ədat kimi istifadə oluna bilir. Bunu biz onsuz da şəkilçi ilə qarışdırmırıq, çünki da şəkilçi kimi çıxış eləyəndə bitişik yazılmış olur. Bağlayıcı kimi əsasən sadalamada olmuş olur, sadalamada. Məsəl üçün, nənədə, babada, nəvədə yapışdılar turpdan, dartdılar, həmən o söhbət. Görürsünüz, sadalama var. Və yaxud da parka çinar da əkdilər. Baxın, çinar da əkdilər deyəndə biz artıq bilirik ki, digər ağacları əkiblər ki, bunu bağlayıcıda da izah eləmişəm. Burada da verir. Çinarı da onların içərisində iştirak elətdiriblər, əkiblər. Ədat olanda isə daha çox xəbərin sonunda gəlmiş olur, feildən sonra gəlmiş olur. Məni də gözlə. Məni də gözlə da.
Burada artıq ədat olmuş olacaq. Cümlənin sonunda gəlir. Dərslərini oxu da. Qoy mən də deyim də. Bildinizmi? Bax bu formada cümlənin sonunda gələcək və bu artıq qüvvətləndirici deyək ki, ədat olmuş olacaq və ya əmr ədat olmuş olacaq. Belə. Keçdik. Nə, necə, belə. Bunları niyə ayrı yazmışam? Çünki bunlar həm sual əvəzlikləri və yaxud da belə işarə əvəzliyi, həm də qüvvətləndirici ədatdırlar. Bunlar necə olanda sual əvəzliyi və işarə əvəzliyi olmuş olur? Sualı üstünə çəkəndə, məsəl üçün deyirəm ki, nə axtarırsan? Nə axtarırsan deyəndə, mən artıq buna cavab tələb edirəm. Deyir ki, kitab axtarıram. Və yaxud da dərslərini necə oxuyur? Sual verirəm və bu necənin cavabı lazımdır. Yaxşı oxuyur. Və yaxud da bunu əvəzlik kimi istifadə edəndə deyirəm ki, belə adama nə deyəsən? Necə adama? Belə adama. Və yaxud da mənimlə belə danışma. Necə danışmayım? Artıq burada hərəkətin tərzini, burada isə əşyanın deyək ki də hər hansı bir əşyanın insan əlamətini bildirmiş olur. Buradakılar əvəzlikdir. Əvəzlik. Amma belə necə, hansı təqdirdə ədat kimi istifadə olunmuş olur? Məsələn, deyiriyə ifadə var. Yaxşı edirəm, belə əlimin də içindən gəlir. Amma mən oradakı belə heç bir işə yaramır. Olacaq nə? Ədat. Və yaxud da deyirəm ki, Cavid belə tək qalanda darıxır. Bu tip bir cümlə dimin suallarında vardır, toplum suallarındadır. Cavid belə tək qalanda darıxır. Bax, Cavid belə tək qalanda olmur. Cavid belə. Bax, burada artıq xüsusi bir intonasiya ilə deyilir. Ədat olmuş olacaq. Ən çox ədat kimi işlənəndə sa şəkilçisindən sonra işlənir. Məsəl üçün, oxusa belə yadında qalmırdı. Oxusa belə. Çoxlu danışsa belə danışmaqdan doymurdu. Evdə tək qalsa belə qorxmurdu. Bax, bu tip ifadələr var ki, buradakı belələrin hamısı ədatdır və bu ədatları biz nə ilə əvəz edirik? Da qüvvətləndirici ədatla. Oxusa da yadında qalmırdı. Evdə tək qalsa da qorxmurdu. Bildinizmi? Bu kimi ifadələrdə da bunu əvəz eləyə biləcək qüvvətləndirici nədir? Ədatdır. Bəli, uşaqlar. Sonra keçirik nəyə? Deməli, ha ədatını görürük burada. Ha ədatı yerinə görə qüvvətləndiricidir. Yerinə görə əmr ədatıdır. Deməli, belə deyək də, ha-nın qüvvətləndirici ədat olması üçün əmr şəkli xaric digər şəkillərlə işlənməsi lazımdır. Digər şəkillərlə işlənəndə. Bax, məsəl üçün, evə vaxtında gələrsən. Ha, bax, bu cümlədə qüvvətləndiricidir. Evə vaxtında gəl desək artıq, evə vaxtında gəl, ha. Burada isə əmr ədatı olacaq. Çünki ha-nın dediyimiz kimi əmr ədatı olması üçün əmr şəkli ilə, qüvvətləndirici ədatı olması üçün isə digər şəkillərlə, xəbər şəkli və ya digər şəkillərlə. Dərsini oxumalısan, ha. Dərsini oxuyassan, ha. Evə vaxtında gəlməlisən, ha. Bunların hamısında artıq qüvvətləndirici ədat olmuş olacaq. Bu da diqqətimizdən yayınmasın. Sonra gəlirik mübarək ki ədatına. Ki həm ədatdır, həm bağlayıcıdır. Ən çox qarışdırılan məsələ bağlayıcı kimi olanda xəbərdən sonra gəlir və özündən sonra vergül qoyulur. Ədat olanda isə əsasən cümlənin belə deyək də ya mübtədasından ya tamamlığından sonra gəlmiş olur. Bax, belə bir cümlə yazıram bura. Oxuyuruq ki və yaxud da bilirəm ki, elə insandır ki, baxın, hamısı xəbərdən sonra gəldi. Xəbərdən sonra. Elə insandır ki, hər kəs hörmət edir. Tabeli mürəkkəb cümlə düzəldir. Oxuyuruq ki, savadlı olaq. Bilirəm ki,
heç nə bilmirəm. Məsəl üçün. Bunlarda bu kilər nə oldu? Bağlayıcı oldu. Niyə? Çünki cümlənin ortasında gəldi, fərqli bir intonasiya yaratdı və iki cümləni bir-birinə bağladı. Həmçinin xəbərdən sonra gəldi. Amma ədat olanda artıq başqa cür olmuş olacaq. Deyirəm ki, sən ki dərsini yaxşı oxuyurdun. Bax, artıq burada sən kidən məsələ çıxır ki meydana. Bu mübtədadır. Mübtədadan sonra gəldi və özündən sonra vergül qoyulmadı. Mən Fazili ki rayonda görmədim. Deyək ki, Fazili ki, məsələn, nə oldu? Tamamlıqdan sonra gəldi. Demək ki, burada nə olacaq? Qüvvətləndirici ədat olacaq. Burada da diqqətli və çox diqqətli olmaq lazımdır. İndi keçirik nəyə? Düz ədatına. Düz sözü özü də yenə amonimdir. Necə amonimdir? Düz sözünün bir neçə mənası vardır. 1. Düz sözü isim kimi istifadə olunur. İsim, düz sifət, düz zərf, düz feil və düz ədat. Bunların içindən bunu gəlib çıxartmaq lazımdır. Necə eləyəcəyik? Düz sözünün nətər işlədən ədat olacaq? Lap sözünün sinonimi kimi. Lap sözünün sinonimi kimi. Biri var ki, belə deyək də, düz od tutub yanırdı. Buradan göründüyü kimi baxırıq. İsim, sifət, zərf, feil, ədat kimi işlənir. Məsələn, isim kimi deyirəm ki, çöl düz od tutub yanırdı. Burada olacaq nə? İsim. Düz söz qılıncdan itidir və yaxud da düz söz üz ağardar. Zərf kimi düz danış ki, hamımız inanaq. Həyatı düz yaşa, doğru kimi. Feil kimi onları yerinə düz. Kitabları stolun üstünə düz, kitabları rəfə düz. Bir də ədat düz vaxtında gəldi. Baxın, lap vaxtında gəldi. Düz gəlib yanımda dayandı. Lap gəlib yanımda dayandı. Bax ki, burada artıq düz sözünü lap sözündən əvəz ediyor. Biləcəyik ki, bu artıq ədat olmuş olacaq. Səni düz 5 ildir ki görmürəm. Bax, səni düz 5 ildir ki görmürəm. Necə 5 ildir deyə bilmirik artıq. Burada demək ki, ədatdır. İndi keçirik bir sözünə. Bir sözü yerinə görə saydır, yerinə görə zərfdir, yerinə görə isə ədatdır. Say kimi işlənəndə məsəl üçün deyirəm ki, 1 manat pulum var. 1 manat pulum var. Neçə manat? Zərf kimi bir hərəkət edək. Yəni birgə anlamında. Bir də deyirəm ki, məsəl üçün elə bir xan idi ki, hamı ona hörmət edirdi. Elə bir xan idi ki, məsəl üçün başımda köhnə bir qəm havası var. Başımda köhnə bir qəm havası, 2 qəm havası olmur. Buradakı bir artıq saya verilə bilmədiyi üçün, ardı gətirilə bilmədiyi üçün burada artıq ədat olmuş olur. Yəni bu formada diqqətli olmaq lazımdır. Bir dön bizim Bakıya bax. Bir dön bizim bir. Məsəl üçün burada sayılan ədat deyil. Bu formada da ədat olmuş olacaqdır. İndi keçirik ədatın ikinci məna növünə. Dəqiqləşdirici ədatlar elə əsl məhz ədatlarıdır. Elə ədatı da yenə amonimlik təşkil edir. Həm əvəzlik, həm feil kimi, eləmək feili, həm də ədat kimi. Əvəzlik kimi suala cavab verir. Məsəl üçün, bayaq dedim, belə ilə bağlı. Belə adama nə deyəsən? Və yaxud da elə insanlara heykəl qoymaq lazımdır. Deyək ki, elə insanlara heykəl qoyun. Feil kimi dərsini elə. Dərsini elə və yaxud da köməkçi feillərin içərisində kömək eləmək, lağ eləmək, vəfat eləmək və s. Bu kimi. Ədat kimi olanda isə, məsəl üçün, deyirəm ki, elə çatmışdım ki, yağış başladı. Elə içəri girmişdim ki, zəng gəldi. Elə çölə çıxırdıq ki, yağış başladı. Elə telefonu götürmək istəyirdim ki, işıqlar söndü. Bax, buradakı elələrin heç birinin heç bir mənası yoxdur. Yəni, sadəcə qüvvətləndirici formada, funksiyada çıxış eləyirlər. Diqqətli olmaq lazımdır.
bu məsələni yaxşı yadınızda saxlayın ki, bu bizə tabeli mürəkkəb cümlələrdə də lazım olmuş olacaq. Və yaxud da belə də bir şey olur, bax. Elə bu xasiyyətinə görə hamı səndən uzaq durur, dəqiqləşdiririk. Elə bu xasiyyətinə görə, məhz bu xasiyyətinə görə hamı səndən uzaq durur. Və yaxud da deyirik ki, elə bura əsl sənin yerindir. Bax, elə bura, elə də işlənir, əsl sənin yerindir. Görürsünüzmü? Əsildir, elədir. Burada artıq hər hansı bir dəqiqləşdirmə metodunda istifadə olunur. Yəni, bu kimi ifadələr var. Sonra keçirik üçüncü. Üçüncü nədir? Məhdudlaşdırıcı. Məhdudlaşdırıcı ədatlarda da biraz izahlara ehtiyac vardır. Məsəl üçün, hansı ədatlar var məhdudlaşdırıcı? Tək, təkcə. Bir, bircə. Yalnız, baxın, vurğu əvvəldə. Yalnız, bir də ancaq. Burada artıq görürük ki, ancaq da, yalnız da, bir də, tək də bunlar hamısı müəyyən bir yerdə bizi çaşdıra bilər. Ona görə diqqətli olmaq lazımdır. Həddim də ona görə bu formada neyinir? Sualları xüsusi olaraq seçir, hardan salmaq lazımdır. Tək və təkcə nə olur uşaqlar? Deməli, bir şey yadda saxlamaq lazımdır. Bir yerdə təkin və yaxud təkcənin və yaxud bircənin məhdudlaşdırıcı ədat olduğunu bilmək üçün onu ancaqla istifadə edin. Məsəl üçün, deyirəm ki, tək sənə güvənirəm. Görün, digərlərini yerinə qoya bilirikmi? Təkcə sənə güvənirəm, bəli. Bircə sənə güvənirəm, yalnız sənə güvənirəm, ancaq sənə güvənirəm. Və burada təki təkcəni ancaqla, bircə ilə əvəz eləyə biliriksə, demək ki, bunların üçü də bütövlükdə ədatdır. Baxın, ancaqda da bizim problemimiz var. Niyə? Çünki bağlayıcı kimi istifadə oluna bilir. Ancağı bircə ilə, təklə, təkcə ilə əvəz eləyə biliriksə ədatdır, amma ilə əvəz eləyə biliriksə bağlayıcıdır. Burada çox-çox diqqətli olmaq lazımdır. Məsəl üçün, işin öhdəsindən bircə Koroğlu gələ bilər. Koroğlu gələr, deyək ki. Buradakı bircəni əvəz eləyək. Təkcə Koroğlu gələr. Bir Koroğlu gələr. Yalnız Koroğlu, ancaq Koroğlu gələr. Demək ki, bunların hamısından əvəz eləyə biliriksə, bu nə olmuş olacaq? Məhdudlaşdırıcı ədat olmuş olacaq. Hə, indi ancağa baxırıq. Oxudu. Ancaq yadında saxlamadı. Bax, bu cümlədə indi baxaq görək. Oxudu, bircə yadında saxlamadı. Oxudu, tək yadında saxlamadı. Olmur. Nə olur? Amma. Demək ki, burada artıq bağlayıcıdır. Bəs burada nə idi? Bunların istifadə olunmasında, bunlarla əvəz olunduğu təqdirdə isə məhdudlaşdırıcı ədat idi. İndi gəlirik təkcə və bircə ədatlarına. Təkcə və bircə. Uşaqlar, bunlar bəzən bütövlükdə ədat olurlar. Bəzi hallarda isə deyək ki, zərf üstəgələk ədat olurlar. Bircə bəzən bütövlükdə ədat olur, bəzən isə say üstəgələk ədat olur. Necə ədat olur? Qüvvətləndirici ədat. Baxın, təkcə sözünü bayaq dediyim kimi ancaqla əvəz eləyə biləcəyimiz bir məqamda işlədə bilirik. Deyək ki, təkcə səni arzularam. Ancaq səni, yalnız səni arzularam. Burada bütöv ədatdır. Bütöv. Bəs zərf ədat kimi necə? Düşmənin üstünə təkcə getmişdi. Təkcə getmişdi deyəndə ancaq getmişdi deyə bilirikmi? Xeyr. Demək ki, bu zərfdir. Bu isə nədir? Qüvvətləndirici ədatdır. Bircə də eyni ilə onu kimi uşaqlar. Bircə də. Baxın. Deyirəm ki, bircə tikə ədat kimi istifadə olunanda artıq bütövlükdə olmuş olacaq. Bircə sənə arxalanıram. Baxın. Sənə arxalanıram. Ancaq sənə arxalanıram. Ancaqla burada əvəz eləyə bildiksə, demək ki, ədat olmuş olacaq. Və say plus ədat olanda nə olmuş olur? Deyirəm ki, bircə tikə çörək yedim. Ancaq tikə deyə bilirikmi? Xeyr. Nə olacaq? Bircə tikə, ikicə tikə. Say üstəgələk
qüvvətləndirici ədəd olacaq. Bu demək olar ki, ədadın ən problemli məsələlərindən biri də bu hissədir. Bura çox diqqət eləmək lazımdır. Keçirik ədadın 4-cü məna növünə. Nədir? Sual ədadları. Sual ədadları sual məqsədi ilə işlədilir və sual cümlələrinin yaranmasında istifadə olunan ədadlardan biridir. Hansı ədadlar var sual? Yenə kini yazırıq burada. Amma kini burada qarışdırmırıq. Cümlənin sonunda gəlir və sual intonasiyası yaratmış olur. Oxuyur ki, sual. Sual ədatı. Məgər. Məgər. Belə yaza bilərik. Məgər oxuyur ki, yəni. Bəs. Bəs məndən nə istəyirsən? Yəni dərsi başa düşmədinmi? Sonra mı var. Mı şəkilçi kimidir. Sözlərə əsasən bitişik yazılır. Bitişik. Dərsini oxuyurmu? Baxın. Oxuyurmu? Məsəl üçün, məni Kənan mı qorxudacaq? Baxın. Kənan mı? Bitişik yazıldı. Nə zaman ayrı yazıla bilir? İstisna halda. Da bağlayıcısından sonra gəldikdə ayrı yazılmış olur. Məsəl üçün, Kənan da mı oxuyur? Gördünüzmü? Da bağlayıcısından sonra mın olmuş oldu. Ayrı yazılmış oldu. Deməli, bunlar var. Sonra mını da dedik. Bir də bəyəm var. Bəyəm. Bəyəm görmürsən mənəm. Bəyəm. Bu da sual ədatıdır uşaqlar. Yəni, harada işlənirdi? Yəni, bağlayıcı kimi istifadə olunurdu. Demək ki, köməkçi nitqçilərin arasındakı amonimlərdən biridir. Yəni, həm bağlayıcı, həm sual ədatı. Yəni, məni başa düşmürsən. Burada yəni sual ədatıdır. Uşaq şagird dərsini başa düşmədi. Yəni, müəllimi anlamadı. Burada isə bağlayıcıdır. Beşinci, əmr ədatları. Əmr ədatları. Əmr ədatlarından bağlı da toplunun qəşəng belə çaşdırıcı sualları var. Əmr ədatları hansılardır? Deyək ki, feillə amonimlik təşkil edən gəldi, gör, bax, qoy. Sonra nə var? Bunların ədad olması üçün diqqətli olmaq lazımdır ki, əgər, yəni ümumiyyətlə bir şeyə diqqət çəkmək lazımdır ki, bir cümlədə iki təsriflənən feil varsa, birindən sonra mütləq vergül qoyulmalıdır. İki təsriflənən feil var, biri vergüllə işlənir. Bax, məsəl üçün, gəl ədatı deyək ki, deyirəm ki, gəl dərs oxuyaq. Gəl dərs oxuyaq. Burada gəl əgər ədat yox, feil kim olmuş olsaydı, vergül qoyulardı. Vergül qoyulmayıbdırsa, demək ki, bu nədir? Gəl dərs oxuyaq. Demək ki, bu ədatdır. Bu, bəzən belə də bir şey ola bilir. Məsəl üçün, gəlsənə çay içək. Gəlsənə çay içək deyəndə vergül yoxdursa, demək ki, bu bütövlükdə ədatdır. Bəzən gəl ədatı, bəzən gəlsənə bütöv şəkildə ədat olmuş olur. Məsəl üçün, bax gör fələk başımıza nə oyun açdı. Gör bizi nə hala saldı. Qoy dərsimizi oxuyaq. Yəni, bunlarda bəzən əmr şəkli ilə işlənməyə də bilər. Gör bir başımıza nə oyun gəldi. Gör fələk başımıza nə açdı. Bax bir gör neynədir. Bax bu kimi ifadələr. Sonra sana ədatı var. Sana. Sana ədatı şəkilçiləşmiş, şəkilçi versiyasında işlənən ədattır. Sözlərə bitişik yazılır. Bax gördüyümüz kimi burada gəlsənədəki gəlsənə bütöv şəkildə ədatdır. Bütöv ədatdır. Bəzən sana cümlələrin sonunda qarşımıza çıxa bilir. Akosa kosa gəlsənə. Bax burada gəlsənə, gəlib salam versənə, xonçanı doldursana. Bax bu ifadədəki sanalar, sənələr hamısı nədir? Bütöv şəkilçi olaraq şəkilçiləşmiş versiyada ədatdır. Amma buradakı gəlsənədəki sana ayrıca yox, bütöv ədatdır. Bax dimin toplusunda sual belədir. Deyək ki, gəlsənə oxuyaq. Gəlsənə oxuyaq. Bu bütöv ədatdır. Bir də bizə gəlsənə. Bizə gəlsənə də isə artıq gəl feildir. Üstə gələk sənə ədatdır. Bununla bağlı sual qarşınıza çıxacaq. Buna da diqqət eləməyimiz lazımdır.
Ondan sonra nə ədatı var idi? Bir də ha ədatı bayaqlarım dedim. Ha ədatı yerinə görə əmrdir, yerinə görə qüvvətləndiricidir ki, bunu da qüvvətləndiricilərin içərisində bayaqlarım izah elədim. Sonra di ədatı var, di əmr ədatı. Di dərsini oxu, di get, di ağıllı ol və s. və s. Sonra 6-cı hamımızın ən çox sevdiyimiz arzu ədatları. Arzu ədatları. Hər gün istifadə edirik özdə. Enə boluna. Baxaq. Arzu ədatları hansılardır? Ən sevdiyimiz kaş ki dilimizin əzbəri. Təki. Mahnıda da var. Harda olsan gələrəm. Təki sən səslə məni. Bax, buradakı arzu ədatıdır. Kaş ki yaz tez gələ idi. Kaş. Sonra barı. Bir köhnə mahnı var. Barı boylana hərdən. Belə bir mahnının içərisində vardı. Şirin xatirələrdə xatırla məni. Barı boylana hərdən. Bir məhəbbətlə bağlı bir mahnıdır. Barı var idi. Sonra bircə var. Bircə. Bircəni biz həm də harda gördük? Məhdudlaşdırıcı ədatların içərisində. Bircə oğlumun toyunu görəm. Toyunu görəydim. Bax, bu ifadə artıq nə edəcək? Arzuda. Kaş oğlumun toyunu görərdim. Burada artıq arzu ədatı olmuş olacaq. Gərək. Gərək belə etməyəydik. Arzu ədatıdır. Barı, təki, bizə kaş, bunlar da öz yerində. 7-ci təsdiq və inkar ədatlarıdır. Uşaqlar, təsdiq və inkar ədatları digər ədatlardan fərqli olaraq vergüllə işlənir. Hansılardır? Hə, yox, bəli, xeyr, isiz, heç, heç də və əsla. Əsla bu işi etmərəm. Bu, heç də sən dediyin kimi deyil. Və bəli, xeyri biz daha çox harda görmüş oluruq uşaqlar? Söz, cümlədə deyilir, köməkçi nitq hissələri cümlə ola bilir, bitmiş fikir bildirirmi? Bəli. Məsəl üçün, bunu belə görürük biz. Dərsini oxudun mu? Bəli, deyilir, nöqtə qoyulur. Hə deyilir, nöqtə qoyulursa artıq bunlar nədir? Söz cümlələrdir. Amma bunlar cümlənin başında işlənir, cümlə davam edirsə, özlərindən sonra nə qoyulmuş olur? Vergül qoyulmuş olur. Dərsini oxudun mu? Hə, oxudum deyilirsə, bəli, oxudum deyilirsə, artıq özlərindən sonra modal söz kimi nə olur? Vergül qoyulur. Belə şagirdlər, bu da bizim ədat mövzumuz. İnşallah ki, işinizə yarayar, yenə zehniniz açıq olsun.